Hə. Yaxşı, sonuncu sualım, sonuncu dərsimizdəndir. Paxlallara nələr aiddir, yarmalılara nələr aiddir? Paxlallara aiddir noxud, lobiya, mərci. Yarmanlara aiddir müəllimə yulaf, düyü, sonra yulaf, düyü, manı. Düz deyirəm. Yulaf, düyü, sonra darı, bir də turistikadan qarabaşaq. Ay, sağ ol, bəli, əzizim, düzdür. Yarmalardan ən xeyirlisi hansılar hesab edir? Ən xeyirlisi düyüdür, darıdır, qarabaşaqdır mən bilirəm. Ay, sağ ol, bəli, düyü, darı və qarabaşaqdır. Bəs yaxşı, sən mənə de görüm, səslə demişdim mən sizə, deyirdik ki, hansı yarma növü bişirilən Manna, o mənim testdə qabağında çıxmışdı. Manna. Ay, sağ ol, bəs yaxşı, sən mənə de görüm, yarmalıların və paxlalların tərkibində hansı qidalı maddələr var və onların xüsusiyyəti nədir? Zülallar var, düzdür müəllim. Sonra bir də B qrupu vitamini var məncə. Aha, bir də nəsicə qaldı? Bir də yağ var. Yox, yağ yoxdur. Yağı coplama. Coplamışam. Nişasta, bəli, nişasta var. Nişasta. Bəli, tərkiblərində nişasta var. Bəs yaxşı. Deyir ki, xüsusilə də deyir, nədir onun adı? Zülalın miqdarına görə fərqlənir. Xüsusilə zülalın miqdarına görə fərqlənir. Paxlallarda yoxsa yarmalarda? Paxlallar da müəllim o zülallara görə fərqlənir. Bəli, xüsusilə zülalın miqdarına görə fərqlənən paxlallardır. Yaxşı, son bir sual. Yaxşı, Aytən, yaxşı. Son bir sualım sənə bu olacaq ki, makaron məmulatları hansı ərzaqların qarışığından yaranır? Un, yumurta, su. Ay, sağ ol. Hansı vitaminlər var idi makaronların tərkibində? B vitamini var idi, zülal var idi, bir də ən əsas da karbohidratlar var idi. Ay, sağ ol. Bəli, karbohidratlar var idi. Yaxşı, vəsiyo, canım qutardı. Aytənin qonağı gələcək, ona görə keçək Aytənə. Yaxşı, mənim sağ ol. Sən də sağ ol. Aytən əzizim, sən mənə de görüm. Deyir ki, bu vitamin nə edir? Orqanizmamızın yoluxmalara qarşı müqavimətini artırır, günəş şüalarının təsirindən parçalanır, istimala qarşı dözümlüdür. Müəllimə, burada A vitaminindən söhbət gedir. Sağ ol, bəli, düzdür. Aytən, burada söhbət A vitaminindən gedir. Bəs yaxşı, əgər mən sənə desəydim ki, sakit durun, gələn var. Bəs yaxşı, əgər mən sənə desəydim ki, orqanizmamızda hüceyrə və toxumaların əsasını təşkil edir, yoluxmalara qarşı mübarizəsində iştirak edir. Bax, mübarizə deyirəm. Hüceyrə və toxumaların əsasını təşkil edirsə, müəllimə, burada zülallardan söhbət gedir. Orqanizm və zülal çatışmadıqda deyir, insanın fiziki və zehni gücü azalır, iş qabiliyyəti zəifləyir. Ay, sağ ol. Deyir ki, Azadə axır vaxtlar görür ki, başa tez-tez gicəllənir, özünü halsız hiss edir, tez-tez aclıq baş verir. O deyir, bu məqsədlə həkimə müraciət edir və həkim səncə Azadəyə qida rasionuna hansı ərzaqların salınmasını deməlidir? Müəllimə, əgər baş gicəlləmə halsızlığı varsa, burada karbonhidratın çatışmamasından söhbət gedir. Demək ki, karbonhidrat çatışmırsa, bu zaman makarondur, kartofdur, kələmdir, çuğundurdur, qarabaşaqdır, makaronu dediyim, qarabaşaqdır, bu vitaminləri verilməlidir. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm, limon, qarağat, itburnu, balqabaq, pomidor uyğunluğu pozan hansı olacaq? Balqabaq uyğunluğu pozur, çünki A vitamini ilə zəngindir. Ay, sağ ol, bəli, A vitamini ilə zəngin idi. Bəs yaxşı, mən sənə desəydim ki, bu vitamin deyir, böyüyən orqanizma üçün olduqca vacibdir. Nələrin tərkibindədir bu vitamin ən çox? Bu vitamin böyüyən orqanizm üçün vacibdir. Nələri tərkibində var? Böyüyən orqanizm üçün vacibdir. Bir saniyə.
Böyüyən orqanizm. Müəllimə, burada A vitamini söhbət getmir. Sağ ol. Bəli, bəli. Burada söhbət A vitaminindən gedir. Düzdür əzizim. Yaxşı, A vitaminindən çox nəyin tərkibindədir dedik? A vitamini dedik ki, əsasən çay tikanıdır, yer köküdür, şirin bibərdir. Bunların tərkibində ən çox olur. Ay, bəs yaxşı. Bax dedik ki, A vitamini yoluxmalara qarşı müqavimətimizi artırdı. Zülal yoluxmalara qarşı mübarizədə iştirak etdi. Bəs mən sənə desəydim ki, immun sistemimizin güclənməsinə kömək edir. Burada söhbət nədən gedəcəkdi? İmmun sistemini gücləndirir. Müəllimə, bu mineral maddələr deyil. Ay, sağ ol, bəli. Burada da söhbət mineral maddələrdən gedəcəkdi. Düzdür. Keçək növbəti dərsimizdən sual verin, bu dərs qəşəng. Təminə müəllimə dediyiniz müəllimə Ülkər müəllimədir. O elə onsuz da mənim dərsimə qoşulmuşdu. Deyirdi ki, qoşulası olmadım. Yəqin neysə bir yanlışlıq var. Yaxşı, Aytən, keçək növbəti dərsimizə əzizim. Ülkər müəllimə, eşidirsiniz bizi? Ülkər müəllimə. Bəli, müəllimə, eşidirəm sizi. Buyurun. Ülkər müəllimə, siz qoşulmuşdunuz, dediniz mən hazırlaşası olmadım. Həmin Ülkər müəlliməsiz yəqin. Bəli, mən təxmin edən belim bağlı oldu sözün bu əsl mənasında. Hə, o deyirik, ondan belim bağlı oldu, ona görə gördüm o şeyləmə, sonra dedim ki, özüm hazırlaşam imtihana, o mənə gitməyəcək, ona görə biraz bilməm nə dərəcədə çatdırdım. Başa düşmədim, yəqin ki başa düşərəm. Heç nə, təxminə müəllimə də qoşuldu dinləyici kimi, dedi Ülkər müəllim, bilmədim yəni siz kimsiniz? Vaxtınız xeyir olsun. Salam təxminə müəllimə. Müəllimə, indi nümunəvi olaraq mən ilk dəfədir qoşuluram. Ülkər müəllim daha öncə qoşulur. O da məni gözləyirdi qoşulmaq üçün. Yəni biraz fikir dəyişikliyi oldu, qərarsızlıq. İnşallah bugünkü sual cavabınızda qərarını verəcəkdi, o da məndə. Hə, inşallah əzizim, hə, inşallah. Bugün nəzərə alın bizi. Narahat olmayın, yox, sadəcə Ülkər müəlliməni tanıyırdım əvvəlcədən. Hə, lap yaxşı, lap gözəl. Yaxşı, Aytən, növbəti dərsimiz üzrü say, keçək qadası. Sən mənə də görüm, südün tərkibində hansı vitaminlər mövcuddur və üstünlük təşkil edən maddə hansıdır? Demək, südün tərkibində A, B, B2, PP, C, D vitaminlərlə zəngindir. Üstünlük təşkil edən kalsiyumdur. Ay, sağ ol, bəli, üstünlük təşkil edən isə kalsiyumuydu. Bəs yaxşı, mən sənə desəydim ki, əgər bu südün tərkibində orqanizma üçün xeyirli olan vitaminlərlə yanaşı, zərərli vitaminlər də ölürdü. Yəni, həm xeyirli, həm zərərli. Bu hansı süd idi? Müəllimə, burada pastörizə edilmiş süddən söhbətdir. Pastörizə edilmiş südlər demək olar ki, 70-75 Selsiyə temperaturda əldə olunur. 0,6 Selsiyə temperaturda saxlama müddəti 2 gündən 5 günə kimidir. Burada olan bakteriyaların demək olar ki, hamısı məhv olur. Müəllimə, sabah axşamı xeyir olsun. Müəllim, bu sterilize edilmiş deyil, orada ikisi də ölür. Həm xeyirli olanlar, həm də bu ziyanlı bakteriyalar. Elm yox, müəllimə yerin dəyişik deyib ötqulasa, keşkə danışır. Keçək. Yerini dəyişik dedin, Aytən. Bax, sterilizədə necə idi? Biz özdə onu imtahana da düşmüş sualdır. Sterilizədə xeyirli maddələr ölür. Aha, həm xeyirli ölür, həm də ki ziyanlı maddələr ölür. Amma pasteurizədə xəstəlik törədən bakteriyalar ölür, orqanizmamız üçün faydalı olanlar ölmürdü. Hə, müəllimə, qarışdırdım, yox, bilirəm onu. Onu bilirəm, mən da vermişdiniz, qarışdırdım onu. Hə, heç nə olmaz, yəni əminəm ki, əzbər bildiyim bir şeydir. 4-8 dərəcədə süd məhsullarının saxlanma gününü denən. Demək, 4-8 Selsiyə temperaturda süd saxlanılır 20 saat, daha sonra xama saxlanılır 72 saat, kəsmik 36 saat saxlanılır, kərə yağı isə 10 gün saxlanılır. Ay, sağ ol, bəli əzizim, düzdür. Bəs yaxşı, bax, sən mənə de görüm, Aytən deməli südlü sıyıq bişirmək istəyir. Amma görür ki, xaladenikdə, yəni soyuducuda təzə süd yoxdur. O bu məqsədlə evdə olmuş, qatılaşdırılmış süddən istifadə edir. 5 stəkan suya Aytən nə qədər qatılaşdırılmış süd tökməlidir. Yerdən heç kim danışmasın.
Yaxşı. Müəllimə, burada bir stəkana qatlaşdırılmış süddən söhbət edirsə, bir stəkan qaynar suya 2 xörək qaşığı tökürük. Əgər 5 stəkansa, o zaman 10 xörək qaşığı qatlaşdırılmış süd tökəcəyik, qaynar suya. Bəli, əzizim, bəli, düzdür. İndi qulaq as diqqətli. Bax, mən sənə desəydim ki, Aytən bu yeməyi hazırlamaq üçün əvvəlcə onun yerinə yetirdiyi ilkin emalı həmin deməli qidalı maddəni ələyəcək, yuyacaq, qovuracaq, sonra isladacaq. Burada müəllimə söhbət gedir, ələnir, yuyulur, qovrulur, sonra isladırdıq. Yarmalar. Ah, özdə hansı? Özdə hansı yarmalar? Bu qarabaşaqdır. Hansı yarmalar idi? Aha, bir var idi yarmaların ilkin emalı, bir də var idi. Xırdalanmış müəllimə, xırdalanmış yarmalar. Ay, sağ ol, bəli. Bunlar deməli xırdalanmış yarmalar idi, düzdür. Amma yarmaları desəydik, Müəllimə, onları sözünüzü də kəsirəm. Onları elə öyrətmisiniz ki, onu yaddan çıxmaq qeyri-mümkündür. Xırdalıqlarına kimi. Çox sağ olun, verdiyiniz dəyər qədər də dəyərlisiz, həmişə də dəyərli olasınız. Aha, deməli yarmaları bişirməmişdən əvvəl bəs nə etdik Aytən? Yarmaları bişirməmişdən ilk öncə onları ilıq suda, 2-3 dəfə ilıq suda yumaq lazımdır, soyuq sudan ıslatmaq lazımdır. Yarma. Bax, xırda və ələm bölünmüşləri dedik ki, ələdik, yuduq, qovurduq, islatdıq. İndi mən eləcə yarmaları səndən soruşuram ki, qarabaşaq bişirirsən, yarmadır, necə bişirməlisən? Əvvəlcə Aktiv sual cavabdır da ona görə. Birinci arıtlanır. Arıtlanır, sonraları müəllimə onu yumaq lazım idi. Arıtlanır, sonra yumaq. Ay, sağ ol, bəli. Baxın müəllimlər, bir də deyirəm, əgər yarmalar desə, arıtlanacaq, yuyulacaq. Amma bizə desə ki, xırdalanmış, ələnmiş, burada necə olacaq? Birinci ələyəcəyik onları, sonra yuyacağıq, sonra qovuracağıq, sonra isə isladacağıq. Belə, bir dənə də buradan sual verəcəm sənə, sən sağ, mən salamat. Deyəsən nəyi? Makaron məmulatlarının bişmə müddətini. Yemək makaron məmulatları, iri makaronlar 20-30 dəqiqə ərzində bişirilir, iri makaronlar, sonra gəlir ərişdə 15-20 dəqiqə, verməşə isə 12-15 dəqiqə ərzində bişir. Ay, sağ ol. Aytən, 5 aldı. Çox sağ olun müəllimə. Sən də sağ ol. Keçdik kimə? Keçdik Azadəyə. Müəllim etməli müəllifini çalmış. Sən də 5 aldın. Hə, sən də 5 aldın. Aşağı qiymət alsanız deyirəm, narahat olmayın. Hələ ki 5-dir ikinizdə də. Keçdik Azadəyə. Azadə əzizim, sən mənə de görüm, orqanizmamızda belə deyək də, əsas enerji mənbəyi nə idi? Əsas enerji mənbəyi yağ idi, həyat enerjisi qida idi. Ay, elə onu soruşacaqdım ki, bəs bizə desəydi ki, bizə həyat enerjisi verir. Bu nədir? Bu da qidadır. Bəs mən sənə desəydim, enerji xərclərimiz bərpa edilir. Karbohidratlar. Ay, sağ ol. Mən sənə desəydim ki, Venn diaqramından istifadə et, A və C vitamininin oxşar xüsusiyyətini müəyyən et. A və C vitamini müqaviməti artırır ikisi də. Aha. Meyvə tərəvəzlərdə olur ikisi də. Bayaq danışdıq, meyvə və tərəvəzdə A olur. Onu da deyə bilərik. Bir də bu fərqlilərdə bu istiyə dözümsüz bayaq dediniz parçalanma. Ay, sol, bəli, biz əsas 2 xüsusiyyəti götürə bilərik. C vitamininin, A vitaminində. Biri hansıydı? Biri yoluxmalara qarşı orqanizmamızın müqavimətini artırırdı. Düzdür, birini soyuq dəymə zamanı qəbul edirdik. A vitamini isə sırf yoluxmalara qarşı idi. Və ikinci uyğunu götürə bilərik. Hər ikisi günəşin təsirindən parçalanırdı. Biri günəş şüaları təsiri, düzdür, belə yazılmışdı. Amma biri sırf günəşin təsirindən. Amma biz yenə o xırda nüansa diqqət yetirməsək, bizə Venn diaqramı kimi bunların oxşar xüsusiyyətini versələr, hər ikisini götürə bilərik. Biri nə oldu? Yoluxmalara qarşı müqavimətimizi artırdı. Digəri isə günəşin təsirindən bunların parçalanması, istifadəyə yararsız olması oldu. Bəs yaxşı, mən sənə desəm ki, nə desəm, indi də Venn diaqramından istifadə elə, karbohidratla yağların oxşar xüsusiyyətini müəyyən elə.
Bitki mənşəlidir ikisi də əsasən. Karbonhidratda əsas bitki mənşəlidir, amma yağda həm bitki mənşəli var, həm heyvan mənşəli var. Bitkini ortaq götürə bilməliyik. Venn diaqramından istifadə et. Özdə bunu izahda demişdim. YouTube'da demişdim buna. Video izahda. Tərəvəzlər. Karbohidratlarla yağların oxşar xüsusiyyəti. Karbohidratlarla yağların oxşar Müəllimə pey qatı, kökəlmə. Ay müəllim, mən bildim karbohidratdan nəyə oxşarını deyirəm. Nəyin? Vitaminlər. Yox, bax, deyirəm ki, Venn diaqramından istifadə et. Karbohidrat və yağların oxşar xüsusiyyəti müəyyən. Ağım getməli. İkisini də artıq qəbul eləyəndə piylənmə baş verir. Bəli. Vitaminə niyəsə getdim. Görün tərəvəzdən tutmuşam. Heç nə olmaz, olan işdə. Yaxşı, bəs sən mənə de görüm. Deyəsən nəyi? İsti emal zamanı 20-40% itkiyə gedən bu vitamin haqqında doğru bir fikir söylə. Mən B vitamindir. Əsasən karbohidratların həzmini tənzimləyir, 20-40%-ni itirir, mədə bağırsaq sinir sisteminə yaxşı təsir edir. Bir də əsasən dənli bitkilərdə olurdu. Ay, sağ ol, bəli. Əsas ən birinci yerdə dənlidir, sonra tərəvəz. Ay, sağ ol, bəli. Deyir ki, bunun tərkibində olan karbohidratlar bağırsaqda həzm edilmir, toxluq hissi yaradır. Söhbət nədən gedir? Bağırsaqda həzm edilmir, toxluq hissi yaradır. Karbohidratı dedik də. Aha, nəyin tərkibində olan karbohidratlar idi bunlar? Təzə yazılmışdır tərəvəz. Ay, sağ ol. Təzə tərəvəz. Düzdür, təzə tərəvəzlərin tərkibində olan. Bəs yaxşı, deyir ki, bu məqsədlə həkim kimə desin? Aytənə dedi ki, bol-bol günəş şüaları qəbul et. Vitamini çatışmır Aytən. Ay, sağ ol. Bəs yaxşı, Aytən tutaq ki, havaya çıxa bilmir, iş rejimlə əlaqədar. O hansı qidaları qəbul etməlidir ki? Həmişəli qidalardan istifadə eləməlidir. Kürüdür, yumurtadır, süddür, Ay, sağ ol. yağdır. Ay, sağ ol, bəli, əzizim, düzdür. Deyir ki, nə desin bizə? Azadənin istifadə etdiyi bu süd məhsulunun görür ki, səthi sürüşkəndir. Kəsmik xarab olurdu, sürüşkən olurdu. Ay, sağ ol, bəli. Bəs yaxşı. 4-8 dərəcədə saxlama müddəti idi. Ay, sağ ol. Bir də düzdür, kitabda yox idi, amma mən izahda demişdim. Süd qaynayanda çürüməsin deyə nə edirdik? İmtahana düşmüşdü. Amin eləmə. Şəkər atırdıq. Səsi bağlayın. Hə. Bir tikə şəkər əlavə edirdik. Bəs yaxşı. Əvvəl südüydü demişdiniz. 4,8%-də laktoza var idi. Ay, sağ ol, bəli, düzdür əzizim. Bəs yaxşı, sən mənə de görüm, bizə nəyi deyəsən? Südlü sıyığın hazırlanması zamanı istifadə edilən texnoloji xəritənin ardıcıllığını danışasan. Yəni, texnoloji xəritəmiz necə hazırlanıb? Birinci südü qaynatmaq lazım idi. O südlü sığı düyü və yaxud da bir-iki orada nüanslar qoyunlar deyə. Birinci südü qaynatmaq lazım idi. Bəzilər var ki, süddə tez bişmir də, bərk olur düyülər. Onları əvvəlcə yarı bişmiş hala gətirmək lazımdır, sonra südə tökmək lazımdır. Sonda istəyə uyğun duz da əlavə edə bilərik. Bir də şəkərlə yağ. Aha, bax bu südlü sıyıqların hazırlanması idi, düzdürmü? Bəs yaxşı, südlü düyü sıyığının hazırlanma texnologiyası necə idi? Praktik işimiz. Bir stəkan südə 3 xörək qaşığı düyüdür, səhv eləmirəmsə. Yox. Deyim. Qızım süd pişirir. Qoy desin. Yox deməyin. Yadıma gəldi. Yeni dəyişik salmışam. 3 stəkan südü. 1 stəkan düyüydü. Ay, sağ ol. 3 stəkan südə 1 stəkan düyüydü. Neçə dəqiqədə pişirdik? 5-7. Yox, o 5-7-də isladılmalıydı. 15-20. Amin, bəsdir da. Ay, sağ ol. Bəli, 15-20 dəqiqədə pişirdik.
Bu sıyığın evini yıxdın. Niyə bu südü bu günə qoydun? Pişirmirəm ona görə. Özdə düşürək, praktik işlər düşürək. Azadə, siz özdə miqcanlarsınız mütləq. Hər il, artıq bu son illərdən söhbət gedir, əvvəlkiləri demirəm. Hər il bir dənə praktik iş salırlar. Bu il də salmışdılar bu südlü sıyıq imenna. Həm imtahana qədər dedim ki, düşəcək, baxın, oxuyun, gəldi bu düşdü. Məsələn, onun əvvəlki il düşmüşdü 9-cu sinifin praktik işi. Yəni, praktik işlər düşür. Ondan əvvəl düşmüşdü 7-ci sinifin 10-cu mövzusunun praktik işi. Yəni, bu axır günlər praktik işlər düşür. Ona görə diqqətli olaq. Bəs yaxşı, sən mənə de görüm, quru süddən südlü sıyıq bişirirsən, bir stəkana nə qədər tökməlisən? 1,5 xörək qaşığı. Ay, sağ ol, bəli. Hansı südü 95 2 xörək qaşığı. Ay, sağ ol. Hansı südü 95-98 dərəcəyə qədər qızdırılmaqla bişirilmiş süd əldə edilir? Pasteurizanı 95-98 qızdırmaqla bişmiş süd əldə edilir. Öz temperaturu 72-75-dir. 0,6 dərəcədə də 2 gündən 5 günə qədər saxlamaq olur. Sterilizə 20-140 dərəcədir. 4 ay qədər saxlamaq olur. Qabın adı nə idi? Hermetik. Ay, sağ ol, bəli. Hermetik qabda saxlamaq olur. Ağzı kip bağlı qab. Ay, sol, bəli, hermetikdə kip bağlanmış qab deməkdir. Bir də sizin qarşınıza belə bir şey çıxa bilər. Pasteurizə edilmiş süd, mötərizədə də verilib ha, hermetik süd. Bəli. Yəni, əslində sterilizə də hermetikdir. Yəni, bu qədər də düzgün bir yanaşma deyil. Hermetiki də biz zaten ağzı kip bağlı qabda saxlayırıq. Pasteurizən də, sterilizən də. Sadəcə olaraq ola bilər. Yazarlar ki, məsəl istəyirəm, verilənlərin hansı hermetik südün əlamətləridir. Onda pasteurizən nəzərdə olduğunu onda avtomatik nə edirik? Biz pasteurizən xüsusiyyətlərini götürürük. Aydınlı qızlar, baxın, pasteurizəni bizə verməzlər, biclik eləyərlər orada. Yazarlar ki, hermetik südün əlamətlərini seçin. Biz avtomatik götürürük pasteurizəni. Yenə deyirəm, bu düzgün yanaşma deyil. Biz onsa sterilizəni də hermetik bağlayırıq. Sadəcə olaraq kitab nə deyir? Elə. Bəs yaxşı, sən bizə bişir, paxlalları bişir. Görüm necə bişirirsən. Paxlallar qalın qabıq olduğu üçün onlar əvvəlcə 2-3 dəfə ilıq suda yuyulur. Üzəri təxmini 1 sm örtənə qədər su ilə ısladılır. Aha. Sonra bişirilir. Ay, bəs yaxşı. Deyək ki, sən paxlalları bişirdin. Və bişirən zaman nə edir? Tutaq ki, noxud bişirirsən. Gördün ki, noxudun suyu çəkilib, dibində bir damcı qalıb. Götürüb onun üstünə soyuq su əlavə edirsən. Bu düzgün yanaşmadır. Məncə xeyr. Mən evdə də idarə etməmişəm. İsti su. Ay, sağ ol. Bəli, onun üzərinə isti su, necə deyərlər, bişmiş aşağı soyuq su qatmazlar. Adi mən yeməyi də bişirəndə çaydanda qaynadıram, elə istifadə edirəm suyu. Ay, sağ ol. Düzdür, tamamilə doğrudur. Biz paxlaları bişirən zaman 1,5 saat idi, lobya 2 saat idi, mərci də 1 saat idi. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm. Uyğunluğu pozan hansı olacaq? Karbohidrat, yağ, PP, zülal. PP. Ay, sağ ol. Səbəbində Makaronun dediniz axı. Zülal, karbohidrat bayaq demişdik, bir də yağ demişdik. PP yox. Ay, sağ ol. Bəs yaxşı. Mən sənə desəm ki, makaronun tərkibini təhlil et. Hansı azdır, hansı çoxdur? Növünə görə. Yox, bax, indi deyirik ki, makaronun tərkibində zülal var, yağ var, B qrupu vitamini var. İndi bunları təhlil et, görək. Hansı bol miqdardadır, hansı az miqdardadır? Bilmədim, bəlkə də başa düşmədim. Xumara söz verim. Xumar de görün, bilirsən. Deyilsin. Karbohidrat bol miqdarda idi. Zülalla yağ isə az miqdarda. Tanış gəldi elə bir şey. Bir dənə tez kitaba bax, o istəyəm. Səhifə 82-nin ən axırıncı cümləsini oxu. Qoy, qeyd edim. Karbohidrat çoxdur. Yağ az. Az miqdarda zülal və yağ. Bəli, qeyd elədim. Qeyd etdin, bilirəm, sən ancaq qeyd etsən. Yaxşı,
Bir dənə də sual verim, səndən yekunlaşım. Makaron məmulatlarının bişmə müddətini denən. Makaron 50-dən 12-15, vermişil 12-15, erişdə 15-20, iri makaron 20-30. Ay, sağ ol. Verməşil 12-15-dir, 15-20 deyil. Ərişdən deyir 15-20. Ərişdə 15-20, vermişdə 12-15. Sonra düzəltdiniz. Hə, düzdürtdü. Yaxşı, Azadə. Sən də 5. Sağ ol. Keçdik kimə? Keçdik Şəkürəyə. Şəkürə eşidirsən bizi? Bəli, mənim eşidirəm. Aha, Şəkürə qızım. Nə edirsən bizə? B qrupu vitaminlər haqqında bizə məlumat ver. B qrupu vitaminlər qan damar, mədə bağırsaq sinir sistemində olur, ən çox dənli bitkilərdə olur, karbohidratların həzmini yaxşılaşdırır, isti emalı 20-40% isti emalda olur. Yəni itirir 20-40%-ni. Ay, sağ ol, bəli. Deyir ki, bu qidalı maddə nə edir? Sinir, qan damar, mədə bağırsaq sisteminin işinə yaxşı təsir edir, həmçinin orqanizmamızın müqavimətini artırır, immunitetini gücləndirir. İmmunitet, müqavimət. Mineral maddələr, Bəli. Bəs yaxşı, sən mənə de görüm, qarabaşaq, sonra maya, elə açar burada məqamımız da mayadır. Qarabaşaq, maya, balıq, bunlar nəyin tərkibidir? Qarabaşdır, mayadır, bir də mənim hansıdır? Axırıncı qarabaş. Balıq. Bu D vitaminində müəllimə. Yox, qarabaşaq. Qarabaşaq, maya. Karbohidratlarla zəngin olan makaronların tərkibində də hətta bu var idi. Dənli bitkilərin tərkibində var idi. İstemal zamanı 20-40% itkiyə gedirdi. B qrupu vitaminlər. Bəli. Elə mayanı görən kimi bil ki B qrupudur. Çünki bir çoxlarında var. Məsələn, ət bir çoxlarında var, tutaq ki, kəsmikdir, bir çoxunda var, balıqdır, bir çoxunda var. Amma mayanı görən kimi bil ki, burada söhbət B-dən gedir. Onlar da şəkil kimi verərlər. Bəs yaxşı, sən mənə de görüm, vitamin C ilə zəngin tərəvəzlərimiz hansılardır? Təzə tərəvəzdir, ondan sonra sitrus meyvələridir, qarağatdır, itburnudur, turşuya qoymuş kələmdir. Ondan sonra itburnu, qarağatdır, təzə tərəvəzdir, sitrus meyvələrdir. Bu qədər mənim. Düzdür. Bəs yaxşı, sən mənə de görüm, bu vitamin deyir, yağların həzm olunmasında kömək edir. Bu vitamin haqqında daha hansı fikirlər söyləyə bilərsən? Yağların həzmini, bu müəllimə Y vitaminidir. Ay, sağ ol. Maddələr mübadiləsi gedir, yağları yaxşı həzm olunur, dərli bitkilərdə olur Y vitamini. Əzələlərin möhkəmlənməsində, dərinin sağlamlığında olur bu Y vitamini. Ay, sağ ol, bəli, əzizim, düz. Dedi, ən çox nəyin tərkibindədir? Ən çox dərli bitkilərin. Yox, mənim yağların həzmində olur. Aha, bitki yağlarının tərkibindədir. Bitki yağları, bəli. Ən çox görürsünüzmü, A vitamini kapsulları var, yağlardır, nə bilim, bizə maska falan eləyəndə görmüsünüz bəlkə də. Bəs yaxşı, sən mənə de görüm PP vitamini. Bu ən çox dənli, bir də ətdə olur. Qan damar, yox, mədə bağırsaqda idi, bir də müəllimə xırda damarların genişlənməsində idi. Ay, sağ ol, bəli, xırda damarların. Donulmuş halda məsələn keyfiyyətini yaxşı saxlayır, isti emalda 15-30%-ni itirir. Ay, sağ ol, bəli, əzizim, düzdür. Yaxşı, keçək növbəti dərsimizə. Südün tərkibində hansı vitaminlər var? A, B, B2, C, P, D vitamini, bir də kalsium. Ay, sağ ol. Bəs yaxşı, təzə südün xüsusiyyəti? Təzə südün rənginə, ondan sonra iyi, qatılıq, təzə süd müəllimə. Köhnə süd bilir ki, mənim qatı olur, bir də turş dadı gəlir, turşuyur, bir də qatılaşır. Təzə süd isə qatılaşmır. Hamar olur. Hə. Və çürümür.
Hamar olur və çürümür. Bu nədir? Bu təzə südün xüsusiyyətidir. Ev şəraitində südün keyfiyyətini necə yoxlayırıq? Ev şəraitində çürüməsin deyə qənd müəllimə atılır, şəkər yəni atılır. Bir də bir çay qaşığı soda atılır. O oxudum. Qəndi bir-iki çürüməsin deyə qənd atılır. Bir də qaynadılır da müəllim. Ay, sağ ol, bəli. Ev şəraitində mehrəllərin qırılsın. Yazma. Ay mənim uşağıma dinləyir. Özü tapsın, yazma. Yaxşı. Deməli, nə oldu? Şəkürə, dedik ki... Ev şəraitində qaynadılır. Ay, sağ ol, bəli, qaynadılır. Bəs yaxşı, sən mənə de görüm, südlü şorbaların süfrəyə verilmə qaydası necədir? Südlü şorbalar müəllimə isti formada kasada verilir. Bir də şəkər, bir də yağ qoyulur. Düzdür müəllimə, şəkər və yağ. Amma isə sıyıqlar isə xırda boşqablarda verilir. O da isti formada verilir. Biri kasada verir, biri boşqabda verilir. Ay, sağ ol, bəli. Deməli, süd sıyıqları, südlü şorbalar dərin boşqabda, süd sıyıqları isə nədir? Xırda. Düzdürmü? Xırda boşqablarda verilirdi və bir də üzərinə kərə yağı qoyulurdu. Kərə yağı qoyulurdu. Bəs yaxşı, belə bir sual imtahana düşmüş sualdır ki, südlü, sıyıq və şorbaların oxşar xüsusiyyətini müəyyən edin. Məsələn, ikisi də ağ məsələn, şəffaf olmalıdır, ağ rəngli olmalıdır. Oxşarlığının şəffaf olmalıdır. Məsələn, şorbalar özü durudur, sıyıq amma duru və qatıdır. Bunun oxşarlığı yoxdur. İkisi də südlə bişirilir də mənə. Oxşardır. Nə yaradıcı. Çox yaradıcı. İkisi də südlə bişirilir. Deməli, hər ikisinin ortaq xüsusiyyəti budur ki, deməli, nə idi oxşar xüsusiyyətləri? Hər ikisinin rəngi ağ olmalıdır, şirintəhər bəli az duzlu olmalıdır, yanmış süd dadı verməməlidir, yox. Bir də ki, nə edirik? Metal qabda qaynadılır, minalı qabda saxlanır. Minalı və ya şüşə qabda saxlanır. Süd yeməklər, südlü xörəklər. Bu imtahana düşmüş sualdır. İminlə bu variantlar düşmüşdü ki, metal qabda qaynadılır, minalı qabda və ya şüşə qabda saxlanılır. Şirintəhər az duzlu olmalıdır. Yanmış süd dadı verməməlidir. Bir də ki, rəngi ağ olmalıdır. Bunlar yəni MİQ-in suallarıdır ha. MİQ-ə düşmüş. Bəzilərini indi bizə kitabda verib, verməyib. Verilənlər də ki, bizə məlumdur ki, rəngləri ağdır. Bir də ki, bir tikə kərə yağ qoyurduq içinə. Yəni, kitabda bizə verilənlər bunlardır. Bəs yaxşı, sən mənə deyə görüm, nə deyəsən, südlü sıyığın bişmə müddəti neçə dəqiqədir? Südlü sıyığın... Düyü sıyığının, südlü düyü sıyığının bişmə müddəti. 15-20 dəqiqə 3 stəkan südə 1 stəkan düyü tökülür. Məsələn, əvvəl süd qaynadılır, yəni pişirilir. Sonra isə düyünü tökəndən sonra 15-20 dəqiqə məsələn vaxtaşı qarışdırmaq lazımdır ki, dibi yapışmasın və zövqə uyğun da duz əlavə edilir. Ay, sol. Deyir ki, şəkürə nə edir? Sıyıq bişirmə qərarına gəlir. O həvəslə bişirdiyi sıyığı süfrəyə verəndə içindəki ərzaqların tam bişmədiyini gördü. Şəkürə hansı ərzaqdan bişirmişdi və nəyi səhv etmişdi ki, onun ərzaqları tam bişməyib. Bir necə tərəvəzdir, meyvəli yarma. Bunlar yarı hazır formada bişirilməlidir. Bu sıyığın formasında. Sonra onu demişdim müəllimə. Meyvə, tərəvəz, yarı hazır vəziyyətə gedər. Yox, müəllimə, o sıyığın var idi, hazırlama ardıcılığı. Orada meyvə də vardı, yarma da, tərəvəz. Çaşdım, qarışdırdım. Onlar müəllimə, baxın, görüm mən nəyə qarışdırdım. Təbii ki, bax. Deyil müəllimə. Müəllimə, siz südlü şorba, sıyığı deyirsiniz, şorbanı deyirsiniz. Mən deyirəm ki, nə edib? Şəkürə sıyıq bişirib,
həvəslə sıyıq bişirib süfrəyə verəndə sıyığın tərkibindəki ərzağın, yəni o bişmədiyini görür. Buna səbəb nə idi və Şəkürə hansı ərzaqdan bu sıyığı bişirmə ehtimalı var idi? Müəllimə bildim. Qatı sıyıqda müəllimə. Məsələn, o üçüncü mövzudan sual verirsin müəllimə. İndi bildim ki, nədir? Yulafdır, darı düyüdür. Bunları əvvəlcə müəllimə duzlu suda bişirilir 5-7 dəqiqə. Aha, yulaf yoxdur, darı düyü var. Bəli, bunu əvvəl müəllimə duzlu suda bişirilir, sonra süd əlavə edilir. Çünki yarmalılar məsələn suda yaxşı bişirilir, süddə çətin bişirilir. Ona görə birinci onu duzlu suda məsələn bişirdikdən sonra süd əlavə edilir. Ay, sağ ol, bəli. Düyüdür, darıdır, arpadır. Qatı sıyıqlarda deməli, qatı sıyıq bişirən zaman nə edirdilər? Onlar suya nisbətən süddə çətin bişdiyinə görə əvvəlcə 5-7 dəqiqə yarı hazır vəziyyətə qədər bişirilirdi. Daha sonra qaynayan südün üzərinə əlavə edilirdi. Yaxşı. Bəs sən mənə de görüm, Venn diaqramından istifadə et. Ərişdə və südlü düyü sıyığının oxşar xüsusiyyətini müəyyən et. Ərişdə və bir də mənim hansı ərişdə ilə nə idi? Südlü sıyığın. Ərişdə bidikçi 15-20 dəqiqə ərzində bişirilir. Süd o da mənim 15-20 dəqiqə ərzində bişirilir. Ay, sağ ol, bəli. İnşallah ki, gələcək dərsimizdə buna bir dənəsi daha əlavə ediləcək. Bu hansı idi? Bu da bilinin xəmirinin dincə qoyulması. Bax, o da elə 15-20 bilinin xəmirinin dincə qoyulması. Bundan sonraki dərsimizdə elə. O da 15-20 dəqiqə aralığında olur. Yaxşı. Şəkürə, hamısına düzgün cavab verdin. Normal. Bəzən biraz qarışdırdın. Yəni 5 əla deməyək də, 5 çıx. 4 deməli. Mən onun uşaqları 4 yazdıram, 5 çıx yazdıram. Necə istəyirsən də dayı, həvəsdən salmaq istəmirəm. Ta 5 çıx yazdımsa. Yaxşı mı? Gəlin inşallah müəllimə, yaxşı öyrənəcək. Sən onsuz həmişə yaxşı cavab verirsən. Ona görə də 4 yazmıram da, həvəsdən düşməyəsən. Müsbət cəzalandırmadır bu. Behaviyorizmə görə. 5 çıx. Qiymətlərinizi sonra atacağım qrupa. Bir dəqiqə görüntümü açım. Görüm sıra kimdədir. Sevinç, sual verim sənə. Gəl. Bəli, müəllim, axşamınız. Müəllimə, mən keçən dərsdən sonra sizə səs atmışam. Vaxt olanda ona baxarsınız. Düzdür, dərs aid deyil, amma baxaq mənə bilirsiniz. Yaxşı qadası, yaxşı. Baxaram dərsdən sonra. Yadıma salarsan baxaram. Keçdik kimə? Keçdik Sevincə. Sevinç, sən mənə sterilizə edilmiş südün xüsusiyyətlərini danış. Əlbəttə, sterilizə edilmiş süd həm bakteriyalar öldürür, həm də ki, onun tərkibində olan o xeyirli vitaminlər yəni ölür. 120-140 dərəcə Selsidə qızdırılır. 4 aya qədər saxlamaq olur. Ay, sağ ol, bəli, əzizim, düzdür. Bəs yaxşı, sən mənə də görüm, hansı süddən bişirilmiş süd əldə etdik? Pastörize edilmiş süddən. 95-98. Bəs yaxşı, deyir ki, bu qidalı ərzağın tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr mövcuddur. Həzm sistemimizi qaydaya salan qidalı maddələr mövcuddur. Söhbət nədən gedəcək? Bir də təkrarlayın zəhmət olmasa. Həzm sistemimizi qaydaya salan qidalı maddələr mövcuddur. Söhbət nədən gedir? Həzm sistemimizi şeydə bunlar vitaminlər idi. Xeyr. Həzm sistemimizi, deyir onun tərkibində həzm sistemimizi qaydaya salan qidalı maddələr var. Zürovlar idi bunlar. Görüm kim demək istəyir. De görüm Nüşabə müəllimə. Deyirsiniz Nüşabə müəllimə, əlinizi qaldırmısınız. Aytən de. Müəllimə, sualı eşitmədim mən.
Müəllimə, Kim əlinizi qaldırmısınız ya ay qızlar? Ben deyim. De görüm Süreyya. Mədə-bağırsaq sistemi dediniz də. Müəllimə, ona kömək edən həm zülallardır, B qrup vitaminləridir, bir də mədə-bağırsaq sistemini demədiniz Mədə-bağırsaq müəllimə. demədim. Mən dedim ki, tərkibində orqanizmamızın həzm prosesini qaydaya salan qidalı maddələr var. Kim deyər? Kim deyər? Müəllimə, tərəvəzlədir də. Kim deyər? De görüm Azadə, yox. Müəllimə, yağı nəzərdə tutsuz. Yox. Karbohidratların tərəvəzi qəbul edir. Xeyr. Mineral maddələr müəllimə. müəllimə, A vitamini. Hamı kameranı açsın. Hamı kameranı açsın. Hamı kameranı açsın. Hə, deyin görüm. Hə? A vitamini, müəllimə, A vitamini. Vitaminlərdən əl çəkin. Vitaminlər dəyər yox. Səsləri də bağlayaq. O deyir, o aşığın sözlüklərində neynim eləməyim. Mənə cavab verin. Karbohidratların tərkibində olan deyirdiniz də, meyvə tərəvəzləri həzmə kömək Mən edir. sizə nə deyirəm? Deyirəm, onun tərkibində həzm prosesimizi qaydaya salan qidalı maddə var. Ay müəllimə, süd. Süd. Şükür. Uşaqların ikisi də yanımdaydı deyə, o tərəfə getmirlər. Ondan sonra mənim yanımda qaldı. O qaydaya salanı dönə-dönə oxumuşam güya. Necə oldu müəllimə? Uşağın müəlliməsi sən Sağ vurmuşdun. olun. Hörmətiniz artıq olsun ay qızlar. Bu boyda qrupda biriniz südü demədiniz. Özdəki ən asan sual. Özdəki izahda da vurğulamışam. Allah qoymasa. Müəllimə, elə pis qalmış hələ yarmalarda. Vitaminlərdə yarma deyirəm. Vitaminlə birimiz A deyirik, birimiz B. Testlərə də düşür ay qızlar. Axı elədiyiniz testlərdə yox idi. Bu qarşınıza çıxmadı. Var idi axı testlərimizdə də var idi bu. Testlərdə var idi ki, orqanizmamızın, deməli onun tərkibində orqanizmamızın həzm prosesini qaydaya salan qidalı maddələr var. Bu da süddür. Elə sizin yazdığınız PDF-də də var deyə burada. Yazmışam, bəli. Hər incəliyini atmışam sizə. Biraz diqqət. İndi başa düşürəm, bu qədər məlumat yorur sizi. Bəzən ola bilir, amma hamınızda yox da. Hamınızda birdən getdi. Əsəbləşdirdiniz məni. Mən o kitab düzdürmürəm. Mən süd içəndə mədə var. Həzm prosesini qaydaya salır da. Sən mənə de görüm, Sevinç, südün tərkibində hansı vitaminlər var? Müəllim, kalsiyum, A, B, B2, PP, C, D vitamini. Ən yüksəkdə şeydə çox olanda kalsiyumdur. Ay, sağ ol. Bəli, bu da imtahana düşmüş sualdır ki, süddə üstünlüyü təşkil edən maddəmiz hansıdır? Kalsiyum. Bəs yaxşı, deyir, əsasən deyir, hansı heyvanların südü istifadə edilir, amma yəni üstünlük təşkil edən hansı idi? Hansı heyvanların südünü insanlar istifadə edirlər? İnəyin uzadında mən belə ən çox inəyin. Sonra Keçi, inək, sonra Məsələn, mən sənə deyirəm ki, dəvə. Səslər, aha, bəli, maral, dəvə. At da var idi, qoyun da var idi mənim. Bəli. Bax, məsələn, sizə bir test düşsə. Desə ki, verilənlərdən hansı heyvanlardan süd əldə edilir? Maral. Götürərsən? Hə, Sevinç, maral. Maral xeyir. Dəvə götürərsən? Dəvə həməlim. Dəvə götürərəm, hə, dəvə. Amma maral götürməzsən. Yox, onu da götürərəm. Maral da, dəvədir, atdır, keçidir, camışdır. Ay, sağ ol. İnəkdir. Bəli, yəni bu dərsin bu hissəsi, yazılan bu hissə Azərbaycanda demirlər, getsin Sevinç dağdan maral tutsun, sağsın, onun südünü içsin. Bu yəni ümumi bir anlayışdır ki, maral südü, nə bilim dəvə südü, at südü, bunların hər biri, yəni bilirik də eşək südündən də istifadə edilir. Hətta xəstəliklərin müalicəsində belə istifadə edilir, düzdürmü? Yəni bu heyvanların südlərindən sizdə bilsiz necədir vəziyyət? O qədər çətin öyrəşmisiniz ki, asan görəndə beyniniz yanır.
Asan suallar sizi yandırır. Siz çətini öyrəşmisiniz. Yaxşı, bəs sən Yəni, tərslikdə siz çətini verirsiniz deyən adam deyir ki, qoy bu çətini oxuyum. O bir sevgi yox. Aha, yaxşı, Sevinç, sən mənə de görüm 4-8 dərəcədə süd məhsullarının saxlanma günləri. Süd müəllim demək 20 saat, kərə yağı 10 gün, xama 72, kəsmik 36. Ay, sol. İndi bax, mən sənə deyirəm ki, uyğunluğu gör hansı pozacaq. Pendir, yağ, mayonez, kəsmik. Pendir, yağ, mayonez, kəsmik. Mayonez. Ay, sağ ol. Nəyə görə? Mənim bunlar süd məhsullardır, bu şey. Ay, sağ ol. Amma o yox. Ay, sağ ol, belə isim, düzdür. Deyir ki, bu südü 95-98 dərəcəyə qızdırmaqla bişirilmiş süd əldə edirik, hansı süd? Pasteldə edilmiş süddən pişirilmiş süd əldə edilir. Ay, sağ ol, belə isim, düzdür. Bəs yaxşı, sən mənə de görüm, əgər sən qatılaşdırılmış süddən istifadə etsən, 3 stəkana nə qədər qatılaşdırılmış süd tökərsən? 3 stəkana nə qədər qatılaşdırılmış? Bir stəkan müəllim. 3 stəkan suya 1 stəkan qatılaşdırılmış süd tökərsən? 6. Səsləri bağlayın, müəllimlər. Demişəm axı yerdən danışmayın. Kitabda belə şey 3 stəkan var idi orada müəllim. 15-20 dəqiqə yazılmışdı orada hələ. O düy sıyığının bişməsidir. Müəllimə deyilmə. Aytən, sən də Sevinci də başa sal. Aha, müəllimə, burada qatılaşdırılmış süddən söhbət gedirsə, 1 stəkan qaynar suya biz 2 xörək qaşığı atırıqsaq qatılaşdırılmış süd. 3 stəkana 6 xörək qaşığı, yəni 2 ki götürürsə 6 xörək qaşığı qatılaşdırılmış süd əlavə edəcəyik. Mən başa düşdüm. Onu başqa cür yazmışdı, biz də elə vururuq, elə deyirik. Sağ ol, bəli. Yəni 1 stəkana 2 qaşıqdır, düzdürmü? 3 stəkan olanda avtomatik 6 qaşıq götürməliyik. Bəs yaxşı, 3 stəkan suya nə qədər quru süd tökərsən? 3 stəkan suya nə qədər quru süd? 1 stəkana nə qədər quru süd tökürsən? Müəllim, 6, ona da 6. Bu dəfə salatın deyəcək. De görüm salatın qızım. Müəllim, elə bir stəkana tökürük 1 qaşıq yarım, 2 stəkana tökəcəyik 3 qaşıq, 3 stəkana tökəcəyik 4 yarım. Ay, sağ ol. Bəli. Elə bir ki, əziyyətdir da. Başda çıxanın adı nə idi? Abbas yazılan. 3 dəfə artırsa məhsul da 3 dəfə artmalıdır. Sevincdir. Sağ olun. Başa düşdün, Sevinç? Bəli. Aha, bax məsələn 5 stəkan deyir, tutaq ki bizim suyumuz var. Ona nə qədər qatılaşdırılmış süd tökürük? 1 stəkana 1,5-dirsə, 2 stəkana 2 qaşıq müəllimə. Quru süd. Quru süd 1,5 qatılaşdırmış olsaydı ki, bax əgər 5 stəkan suyumuz var bizim. Əlimizdə də var qatılaşdırılmış quru südümüz, yenə qatılaşdırmış deyirəm. Biz tamlandı deyə onu demək istəyirəm. O birini vurmaq asandır. Tam olanda çətin başa düşür. Bir Allah vurmağı bilirsən ki, beynin donub getmir. Barmağınla hesabla. 1 stəkana 1,5, 2 stəkana 3, 4 stəkana 6, 3 gəldik də 6, 5 stəkana da 7. Müəllim, quru deyəndə quru, qatılaşdırılmış deyəndə üstə gəldi. Yox, fərqi yoxdur. İkisində də üstə gəlirsən. İkisində də üstə gəlirsən. Yəni o bir rahatdır da. Məsələn 2 qaşıqdır. Lap o 2 qaşığı 20 stəkan sənə su versin, 22-yə vurursan 40. Biraz tamları toplasan, deyirəm, yəni vurmaq saat çətin olsa toplayarsan. Çünki belə düşür, qəribə məsələlər bu son illərdə. Ola bilər də qarşınıza çıxar, düşəcək deyə bir qayda yoxdur. Sadəcə biz hazır olaq. Yaxşı. Sən mənə makaron məmulatlarının bişmə müddətini denən. Demək, iri makaronla 20-30 dəqiqə, bərməşil 12-15, o birisi də 15-20. Bəli, 15-20 dəqiqə düzdür.
Bəs yaxşı, sən mənə nə idi? Denən görüm. Makaron məmulatları, yarma məmulatları, bunların saxlanma şəraiti. Saxlama şəraiti. Mən başa düşmədim. Saxlanma şəraiti. İzahda da vurğulamışdım. Demişdim ki, bu hissəyə diqqət yetirin. De görüm Süreyya. Müəllimə, qaranlıq quru yerdə havalandırılmış otaqda saxlanılmalıdır. Bir də metal, plastik, bir də nə idi? Şüşə qabları saxlanılmalıdır. Bankalarda da belə deyək, belə bankalar saxlanılmalıdır. Ay, sağ ol. Təhlükəsizlik qaydaları. Bəli. Deməli, Sevinç nə oldu? Qaranlıq, quru yerdə rütubət olmamalıdır həmin yerdə və necə idi? Saxlanması şüşə qablarda, metal qablarda, plastik qablarda. Bir daha qızlar, imtahana düşmüş sualdır. Sual belə idi. Yarmalıların və paxlanların saxlanılması zamanı içinə nə atırdılar ki, bit düşməsin? Dəfnələr pağı deyil. Sarımsaq. Düzgün cavabımız bəlidir. Qeyd dəftərinizə yazın qızlar bunu. Bu MİQ sualımızdır. Bir də deyin. Makaron yarma məmulatlarının bitlənməməsi üçün, bit-birə olmaması üçün nə qatırlar? Sarımsaq. Ay müəllimə, bir dənə də bir sual verim. Bir dəfə miqdə düşmüşdü bu il. Bir də mayanı əvəz eləyən o kitabda da məncə yoxdur. Maya olmayanda nə edirik? Bundan sonraki dərsimizdə. Bundan sonraki dərsimizdə turş süd, yumurta. Turş südlə yumurta ağı. Bundan sonraki dərsimizdə. Yaxşı, yaxşı. Sevinç, gəl biraz da vitaminlərdən sual verim, yekunlaşaq qızım səndən də. Sən mənə de görüm, istemal zamanı 15-30% itkiyə gedir. PP vitamini. Ay, sağ ol. Zülallar orqanizmamıza hansı yollarla daxil olur? Müəllim, bitki mənşəli, heyvan mənşəli. bitki mənşəli, heyvan mənşəli. Çıxın sonra, hə. Bitki mənşəliyə nələrə aid idi, heyvan mənşəliyə nələrə aid idi? Müəllimə, bitki mənşəliyə aid demək, göbələk, sorun neydi? Lobya, göbələk, lobya, şabalı, fındır. Ay, sağ ol. Mən Allah'ın olsun onları bilirəm. Uşaq imkan vermir, bütün fikrim elə bir ki, göydədə bax belə. Heç nə olmaz, heç nə olmaz. Elə bu da axırıncı sualın idi, narahat olma. İnşallah yaxşı olar. Neysə, sualın yoxdur ki? Tamam. Keçdik kimə? Keçdik Səmaya. Səma, eşidirsən bizi? Bəli, mən də eşidirəm. Səma, sən mənə nə edinən? Denən ki, günə baxan, qarğıdalı, çatan, zeytun, kokos sənə nəyi xatırladır? Bitki mənşəli yağlar. Ay, sağ ol. Orqanizmamızın enerji xərcləri bərpa edilir. Karbohidratların hesabına. Ay, sol. Venn diaqramından istifadə et, zulanla yağın oxşar xüsusiyyətini denən. Zulanla yağın, deməli, hər ikisi bitki mənşəli olur, heyvan mənşəli olur. Düzdür. Venn diaqramından istifadə et, yağlarla karbohidratların oxşar xüsusiyyətini denən. Yağlar, karbohidratlar. Bitki mənşəli olurlar. Yağlar və karbohidratlar. Yox, piyləməyi gətirib çıxardır. Hər birində piyləmə. Karbohidratın çatışmamazlığı zamanı orqanizmamızda nələr baş verir? Deməli, baş gicəllənmə halları, tez-tez azlıq halları baş verir və orqanizm zəifləyir. Ay, sağ ol. Deyir ki, Nüşabə müəllimə axır vaxtlar özünün zehni, fiziki gücünün zəiflədiyini görür. O bu məqsədlə həkimə müraciət edir. Həkim ona qida rasionunda nələri yeməyi məsləhət görür. Zülallan yaxşı qidalanmır, yəni. Qida ilə az zülal alır, ona görə. İndi zülallı nə yeyəcək Nüşabə müəllimə? Zülallı, məsəl üçün, zülal var yumurta ağında, ət və süd məhsullarında, balıqda. Ay, sağ ol. Düzdür.
Bəs yaxşı. Deyir ki, əsasən deyir, heyvan məişələr zağlarda olur. Heyvan mənşəli, tarda əsaslı. Yağlı balıqda. Kürüdə D vitamini. Ay, sağ ol, bəli. Mən desəm ki, karbohidratların həzmini tənzimləyir. B vitaminləri, B qrup vitaminləri. Ay, sağ ol, bəli. Tərəvəzlər bişirilərkən bu deyir vitamin kifayət qədər yaxşı qalır, amma günəş şüalarının təsiri ilə asan parçalanır. Tərəvəzlər bişirilərkən. Günəş şüalarından parçalanan C də var, A da var. Amma tərəvəzlər bişirilərkən. Bişirilərkən A vitamini. A vitaminidir bu. Bəs yaxşı, sən mənə de görüm, çox qiymətli qida məhsuludur. Onun tərkibində orqanizmamızın həzm prosesini qaydaya salan maddələr var. Qida. Bu sualın başı bəlalıdır ki. Çox qiymətli. Süd. Ay, sağ ol. Bəli, bu süddür. Südün tərkibində hansı vitaminlər var idi? Deməli, ən çox kalsium var, zülal var, A, B, B2, PP, C, D vitaminləri var. Ay, sağ ol. Bəs yaxşı. Sən mənə de görüm, üstünlüyü təşkil edən maddə desəydi? Kalsium. Ay, sağ ol. Ev şəraitində südün təzəliyini necə yoxladıq? Ev şəraitində südün təzəliyini qaydasmaqla. Ay, sağ ol, bəli. Köhnəlmiş süd məhsullarının xüsusiyyətini sadala. Köhnəlmiş süd deməli turşuyur, xama acı dad verir, təsinin səsi də sürüşkən olur. Bu dərsdən sən mənə son olaraq denən görüm, hazır yeməklərin keyfiyyətinə verilən tələblər hansılardır? Deməli, harada verilən tələblər? Əvvəldə köməkli eləyim bilirdim. Süd xörəkləri yeməyin, bişirildiyi yeməyə uyğun olaraq qatılığa malik olmalıdır. Sonra rəngi ağ olmalıdır. Suya verirken. Əvvəldə var, başqa da var. O ən axırıncıdır. Daxil olan, şorbanın tərkibinə daxil olan ərzaqlar. Bax, şorba öz formasını saxlamalıdır. Bir də şorbalar dərin boşqaqlarda bir tikə kərə yağı ilə, sıyıqlar isə balaca boşqaqlarda yenə bir tikə kərə yağı ilə verilir. Ay, baxın müəllimlər, burada mən nəyə görə şorbanı vurğuladım? Deyir ki, şorbanın tərkibinə daxil olan ərzaqlar formasını saxlayar. Onlar o imtahan həyəcanından gözünüzdən qaçar. Deyər ki, yanlışı seçin, doğrunu seçin və yaxud da mən sizə cədvəl testləri hazırladıram, mənfili müsbətdir. Və yaxud da belə verər, orada şorba əvəzinə sizə sıyıq verər. Yazar ki, sıyıqların tərkibinə daxil olan ərzaqlar formasını saxlayar. Sıyıq yox ha. Sıyıqda onsuz da sıyıq adından göründüyü kimi. Yəni orada onsuz da əzilir, hər formasında olur, düzdürmü? Ona görə mütləq bu hissəyə diqqət yetirin ki, şorbaların tərkibinə daxil olan. Bir də ki, şorbalar duru, amma sıyıqlar həm qatı ola bilər, həm duru ola bilər. Yəni bu sıyıqdır deyə qatı olacaq deyə bir qaydamız yoxdur. Özümüz də həqiqətən evdə görürsünüz, bir də manna bişiririk də. Manna sıyığı bişiririk. Məsələn, şəxsən mən qatı xoşlayıram, amma uşaq duru xoşlayır. Ona görə bu yəni bir qaydadır. Bəs yaxşı, sən mənə de görüm. Deyir ki, Səma bu yeməyi süfrəyə qarnir kimi verəcək. Səmanın hazırladığı bu yemək necə hazırlanır? Qarnir kimi süfrəyə verəcəksən. Buğlamalar. Ay, sağ ol, bəli, bu buğlamadır. Pişir görün buğlama. Pardaqlanmış buğlamalar, pardaqlanmış, cilalanmış düydən, arpa yarmasından, bir də darıdan deyilsə hazırlanır. Ət suda və ət suyunda bişirilir. Ay, sağ ol. Sonra bir də qarnir kimi verilir süfrəyə. Ay, sağ ol, bəli əzizim, tamamilə doğrudur. Sonuncu sualım, paxlalları bişirməmişdən əvvəl keçdiyi mərhələləri denən.
Deməli, paxalları bişirməzdən əvvəl onların dənələri qalın qabıqla örtüldüyünə görə əvvəlcə suda isladırlar, sonra zədəli hissələrini təmizləyirlər, daha sonra ilıq suda yuyurlar, soyuq suda isladırlar, sonra da bişirilir. Ay, sağ ol. Amma bişirən zamanda 1 sm keçməməlidir su. Daha doğrusu isladan zaman. Ay, sağ ol. Yaxşı. Qəşəng 5. Sağ olun. Sən də sağ ol. Görüm kim qaldı? Xumar qızımız. Xumar, eşidirsən bizi? Bəli. Xumar, sən mənə de görüm makaron məmulatlarının bişirilmə üsulları hansılardır? Süzməklə və süzmədən. Süzməklə odur ki, müəllimə qaynayan duzlu suya makaron məmulat əlavə olunur, dibi yapışmasın deyə tez qarışdırılır, süzülür və yağ əlavə olunmuş qaba tökülərək qarışdırılır. Süzmədən isə makaron məmulatları deməli suya əlavə olunur, duzlu suya. Suyu özü çəkəndən sonra yağ əlavə olunur, ağzı örtülür və zəif odda pişirilir. Ay, sağ ol, bəli, əzizim, düzdür. Bəs yaxşı, süfrəyə nə ilə bərabər verilirdi dedik? Ət və sousla, qarnı kimi deməklə və sousla. Ay, sağ ol, bəli, əzizim, düzdür. Bəs yaxşı. Bax, mən sənə desəydim ki, makaronlar deyir, qaynayan suya, duzlu suya əlavə edilir, şişənə qədər bişirilir. Bu hansı olardı? Şişənə qədər bişirilən, deməli, o süzmədən idi. O yumuşalana qədər süzməklə idi. Şişənə qədər süzmədən. Ay, sağ ol. Makaronlar hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənirdi? Rənginə, ölçüsünə, bir də formasına görə. Rənginə, formasına, bir dənəsi qaldı. Hazırlanmış üsuluna görə. Ay, sağ ol. Deməli, nə oldu? Makaronlar bir-birinin rəngi, forma və hazırlanma üsullarına görə fərqləndi. Hansı əzazların qarışığından yarandı Xumar? Un, yumurta və su. Ay, sağ ol. Üstünlük təşkil edən nə oldu? Üstünlük təşkil edən... Makaron məmulatında üstünlük təşkil edən nə oldu? Un. Karbon. Hər bir şey hazırlamasını desinlər. Necə üstünlük təşkil edən? Üstünlük təşkil edən maddəmiz hansı oldu? Karbohidrat. Kim bilir, əlini qaldırsın sakitcə. Aha. Deməli, karbohidrat üstünlük təşkil etdi. Az miqdarda olan nə oldu? Yağ və zülal. Ay, sağ ol, bəli. Yağ və zülal, deməli, nə idi? Var idi. Həmçinin bir qrupu vitaminlər. Bir qrupu. Yaxşı, bəs sən mənə de görüm, xırda və ələnmiş yarmaların ilkin emalı necə həyata keçirilir? Deməli, arıqlanır, yuyulur, qızardılır, sonra pörtlədilir, suya qoyulur, nədir o? İsladılır. İsladılır, bəli. Deməli, arıqlandı, yuyuldu, qovruldu və isladıldı. Bəs yaxşı, sən mənə de görüm, deyir ki, yağlarla birlikdə yaxşı həzm olunduğuna görə təzə hazırlanmış kök salatına dərhal bitki yağı, ay, sol, bəli, A vitamini idi bu. Bəs yaxşı, sən mənə de görüm, insan orqanizmasında yaranmır, enerji mənbəyi deyirlər. Vitaminlər. Aha, düzdür. Bəs yaxşı, sən mənə de görüm, PP vitamini haqqında məlumat ver. Deməli, mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirir, bir də xız damarları genişləndirir. İstemal zamanında 15-30% itir. Ay, sağ ol, bəli. Bəs yaxşı, sən mənə de görüm, deyir ki, bu südlərin deyir səthi hamar olur, amma həm də çürümür. Bu keyfiyyətli təzə süd. Ay, sağ ol, bəli, bu təzə süddür. Bu südü deyir 0,6 dərəcədə biz saxlayırıq neçə gün? Hansı deməli, pastörizə edilmiş, 0,6 dərəcədə. Ay, sağ ol. 20 saat. Pastörizədir.
Pasterize həsr 6 ayda 75-75 dərəcə qızdırmaqla alınır. Sterilize edilmiş 6 ay içərisində 120-140 dərəcə Selsidə qızdırılmaqla alınır. Pasterize deməli 2 gündən 5 gün qədər saxlanılır. Sterilize edilmiş isə 4 aya qədər. Ay, sağ ol. Bəli. 10 dəqiqədən sonra test eləyək qızlar. Yarısına kimi sual cavab eləyək. Sonra yenə qalan vaxtında sual cavab eləyərik. Bəs yaxşı. Verəcəm Səmra sənə. Gördüm, narahat olma. Gördüm ki, buradasan. Yaxşı müəllimə. Yaxşı qədərsən. Aha, bəs sən mənə de görüm, bu sualı heç verməmişəm. Dən və yarmalarda ən dəyərli hissələri hansılardır? Onların qabıqları və dənləri. Ay, sağ ol, bəli, əzizim, düzdür. Bəs yaxşı, sən mənə de görüm, yarmalar bir-birlərindən hansı xüsusiyyətinə görə fərqləndi? Ölçüsünə, formasına, bütövlüyünə görə. Ay, sağ ol, bəli, Rənginə görə. Düzdür və bir də rənginə görə. Son bir sual sənə hardan gəlsin? Deyir ki, orqanizmamızın imtahan sualımızdır. Yoluxmalara qarşı mübarizəsində iştirak edir. Zülallar. Ay, sağ ol. Bəli, bu isə zülallar əsasında. Geçək. Keçdik kimə? Keçdik Semraya, sonra Suraya sənə gələcəm. Semra. Salam, necəsən? Xoş gördük. Sizin müraciətləriniz çox aktivdir. Mən onları çata bilməyəcəm hələcək. Yəni bu çatarsan inşallah. De görüm necədir? İlk dəfədir də səndə. Daha doğrusu keçən dəfə qoşulmuşdun, bizlə davam eləmək istədin. Mən çox qoşula bilmədim, çox qulaq asa bilmədim. Mən dedim ki, səbəbi demişdin, hə. İndi necədir vəziyyət? Yaxşıdır mənlə. Oxumuşam, bu gün oxumuşam. Biraz alınmadı, bu gün oxumuşam. Tamam, inşallah ki yaxşı olar. Sən mənə hansı dərsdən başlayaq? Yarmalardan başlayaq. De görək, yarmaların tərkibində, paxlaların tərkibində hansı qidalı maddələr var? Karbohidratlar var, zülallar var, yağlar var. Ay, sağ ol, bəli. Deməli, tərkibində nişasta var, zülal var, düzdürmü? Bir də B qrupu vitamin var. Nişasta, zülal, B qrupu vitaminlər. Yaxşımı? Deyir ki, xüsusilə deyir, paxlaların tərkibində var bol miqdarda nə? Paxlaların da tərkibində karbohidratdır, B qrupu vitaminlərdir, PP vitaminidir. Paxlaların tərkibində xüsusilə zülal. Bax, həm paxlalarda, həm yarmalarda nə var? Zülal var, nişasta var, B qrupu vitamini var. Xüsusilə də bunlardan hansı da üstünlük təşkil edən zülal paxlalarda. Paxlalara nələrə aiddir ümumiyyətlə? Paxlalara lobya, mərci, noxud. Ay, onların bişmə müddətini deyə bilərsənmi? Mən onları bilirəm. Lobya 1-15 2 saat, mərci 1 saat, noxud 1-15 saat. Ay, sağ ol. İndiyənə kimi Naxçıvandan aşağı nəticəm olmayıb. İnşallah. İnanmıram mənim çoxdur. Çünki mən təsbiqim zəif deyil də. İnşallah ki, yaxşı olacaq. Bəs yaxşı, sən mənə bilirsən nə idi? Denən ki, südlü şorba və sıyıqların hazırlanma texnologiyası necədir? Südlü şorba və sıyıqların hazırlanma texnologiyası necədir? Mən deyim, görüm düz deyirəm. Səhv eləmirəmsə 3 stəkan südə, 1 stəkan düyüdür. Qarışdırdım. Südlü düyü demirəm. Südlü şorbaların hazırlanma texnologiyasını deyirəm. Bir dəqiqə. Qızlar kömək eləsin. Gülanə müəllim sizə kömək eləsin. Mən kömək eləyim. Gülanə müəllim. Deməli, tədavüzlər müəllimə yarı bişmiş hala gətirilir. Yəni quru süddən istifadə ediliriksə o qaçışılır. Yəni onun da ki bir stəkanına 1,5 qaşıq quru süd əlavə eləməklə qarışdırılır və bişirilir. Yarı bişmiş halda olan tərəvəzlər ora əlavə edilir və bişirilir. Ay, sağ ol. Semra, yadına düşdü belə bir qayda.
Südlü şorbə və sıyıqların hazırlanma texnologiyası. Burada bizə necə idi? İlk növbədə biz əlimizdə olan ərzaqları yarı hazır vəziyyətə qədər bişirirdik. Çünki sonra qatılaşdırılmış süd və yaxud da ki quru südü qatışdırırdıq, qaynadırdıq. Bişirdiyimiz südün o ərzaqları qaynayan südə əlavə edirdik. Yaxşımı? Amma üzlü süddən də istifadə edirdiksə, içinə su qatmadan ərzaqları tökürdük, şəkərini tökürdük, qarışdıra-qarışdıra bişirirdik. Bəs yaxşı, sən mənə de görüm makaron məmulatlarının bişmə müddəti. Makaron məmulatları, iri makaronlar 20-30 dəqiqə, erişdə 15-20 dəqiqə, birə qaldı. Vermiyetildə 13-15 dəqiqə. Ay, sağ ol, bəli. Bəs yaxşı, sən mənə de görüm sterilizə edilmiş südün xüsusiyyəti. Sterilizə edilmiş süd 70-71 dərəcədə. Sterilizə yox, 120-140 dərəcədir, müəllimə. Qaynadılır, qızdırılır belə. Saxlanma müddəti 4 aya qədərdir. 0,6 Selsi dərəcədə saxlanılır, hermetik qabda. Ay, sağ ol, bəli, 0,6 dərəcə. Yox, qarışdırdın. Getdim nəyə? Pasteriziyə 0,6 dərəcə ilə. Başlığına yaxşı gəldin. 120-140 dərəcəyə qədər qızdırdıq südü. Aldıq nə? Sterilizə edilmiş süd. Sterilizə edilmiş südün xüsusiyyəti hansı idi bəs? Yəni, bizə əgər desələr ki, sterilizə edilmiş südün keyfiyyətini seçin. Hansılar olacaq onun xüsusiyyəti? 75 dərəcədir. 2 gündən 5 günə qədər saxlanılır. 0,6 Selsidə qaynadılır, saxlanılır. Yenə getdim pasteriziyə. Sterilizə edilmiş südün xüsusiyyətləri bunlar idi. Onlar deməli dedik 120-140 dərəcəyə qədər qızdırıldı. Tərkibində həm deyir zərərli mikroorqanizmlər öldü, həm də xeyirli mikroorqanizmlər öldü. Pasteriz edilmişdə sadəcə zərərli mikroorqanizmlər öldü. Ay, sağ ol. Bəli, pasterizdə zərərli mikroorqanizmlər öldü. Bəs yaxşı, sən mənə de görüm, südün tərkibində hansı vitaminlər var idi? A, B, B2, C, D, PP. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm. Deyir, bu vitamin dərinin sağlamlığı üçün olduqca faydalıdır. Dərinin sağlamlığı E vitamini. Ay, sağ ol. Gözlərin seyirli qışası üçün faydalıdır. A vitamini. Soyuq dəymə zamanı qəbul edilir. Ay, sağ ol. C vitamini, bəli. C vitamini əsasən hansı ərzaqlarda var? Əsasən mən soğan, sarımsaq, portağal, turşu da var mənim. Turşuya qoyulmuş kələmdə. Bəs yaxşı. Yox, çay tikanda A vitamini Nüşabə müəllimə. Son bir sual. Zülal nədir və orqanizma üçün əhəmiyyəti nədən ibarətdir? Zülal müəllimə əsas maddələr mübarizəsi deyilsə bu zülal idi. Maddələr mübarizəsində iştirak edir. Sonra yumurtanın tərkibində vardı. Çörəyin tərkibində vardı. Qarabaşağın tərkibində var. Qarabaşağın. Deməli, zülal orqanizmamıza 2 yolla daxil olar. Heyvan mənşəli, bitki mənşəlidir, düzdürmü? Bitki mənşəli, göbələkdir, paxlalı bitkilərdir, yumurtanın ağıdır, şabalıddır, qozdur, fındıqdır. Amma heyvan mənşəli isə, daha doğrusu yumurtanın ağı heyvan mənşəlidir, sonra südün tərkibindədir, balığın tərkibindədir. Yaxşı. Aha, inşallah yavaş-yavaş adaptasiya olarsan. İndi hələ ilk dərsdə biraz həyəcan da var. Yaxşı olar. İnşallah. Keçdik kimə? Keçdik Sürəyyaya. Sürəyya, əzizim, sən bizə danış nəyi? Südlü şorba və sıyıqların hazırlanma texnologiyasını hamı orada çətinlik çəkir. Bir dəfə də sən danış. Südlü şorbalarda müəllimə əvvəlcə məsələn ona daxil elədiyimiz yarmadır, makarondur, hansısa bir tərəvəzdir, yarı vəziyyətdə bişirilir. Ondan sonra qatlaşdırılmış və yaxud da quru süddən istifadə eləyiriksə, onu yəni həll eləyirik.
bişiririk. Ondan sonra mənim 3-cü, 4-cüdə yenə eyni proses gedir də. Yenə yarma və makaronlar daxil olunur, qaynanmış belə deyək də südə. 4-cüdə deyir ki, üzlü südə su əlavə edilmədən əlavə olunur. Sonda isə şəkər deyəsən qatılır və hazır olunur. Bir də ki, süd xörəklərinin həcmi nə qədər olan qazanda bişirmək məsləhətdir? 1,5 və 2 litr metal qablarda qaynadılır, qazanlarda. Şüşə və minal qablarda saxlanılır. Ay, sağ ol. Köhnəlmiş süd məhsullarının xüsusiyyətini sadala. Süd özü turşuyur, qatlaşır, kəsmin üzü sürüşkən olur, xama isə acı dad verir. Ay, sağ ol, bəli. Qızlar, paralel gedirdik, düzdür? 19, 20, 21 olacaq. 5-dən o testləri açım mən sizə. Bəli. Tamam, testləri hazırlayıram sizə. Yaxşı, bəs sən mənə de görüm, nə deyəsən? Deyəsən ki, 120-140 dərəcəyə qədər qızdırılmış süddür. Mənim bu sterilizə edilmiş süddür. Burada mikrobların hamısı yəni məhv olur. Bir də insan orqanizminə xeyirli olan maddələrin bəzi qismi də məhv olur. 4 aya kimi saxlamaq olur. Amma pasteurizə edilmiş süd sterilizə edilmişdən daha da yəni belə deyək də yaxşıdır. Keyfiyyətli olur. Düzdür, düzdür. Bəs yaxşı, sən mənə de görüm, əsasən dondurulmuş ərzaqların tərkibində yaxşı qalır. Bu vitamin haqqında daha nələr deyə bilərsən? Bu PP vitaminidir. Mədə-bağırsaq sistemin həzmini yəni yaxşılaşdırır, xırda damarları genişləndirir. Əsasən yəni ət və dənli bitki ət məhsullarında, bir də dənli bitkilərdə olur. Bir də 15-30%-ni istemal zamanı 15-30%-ni itirir. Ay, mən sənə desəm ki, balqabağın, şirin bibərin, kökün, qaymağın tərkibində olan bu vitamin haqqında daha hansı fikirləri söyləyə bilərsən? Məmə bu A vitaminidir də. Düz deyirəm. Mən əsasən rəngli, belə deyək də, rəngli meyvə tərəvəzlərdə olur A vitamini. Dərinin qocalmasının, yəni qabıq verməsindən qarşısını alır, gözün selikli qişasının bərpasına kömək eləyir. Ondan sonra orqanizm böyüməsində iştirak eləyir, xəstəliklərə qarşı mübarizədə maddələr mübadiləsində fəal iştirak eləyir. Yağlı istifadə olunduqda həzmi daha rahat eləyir. Buna görə də deyir kök salatına xama əlavə eləsək daha yaxşı olar. Həzmi rahat tutmaq üçün. Bəli. Paxlalların bişmə müddətində denə? Mənim paxlalara noxud, mərci, bir də lobiyaydı da, onlar daxildir. Lobiya 1,5-2 saat, noxud 1,5 saat, mərci də 2 saata pişirilir. Bir də bunlar əvvəlcədən istağa qoyulur, getmişdiyinə görə, qalın qabıq olduqlarına görə. Ay, sağ ol, bəli, əzizim, düzdür. Deyir ki, bir dənə də situasiya verək, səndən yekunlaşaq. Nə desin sənə? Desin ki, Raysa nə edir? Makaron bişirir. O bişirdiyi makaronu qaynayan suya əlavə etdi, yağ əlavə etdi, vaxtaşırı qarışdırdı. Amma makaronları süfrəyə verəndə onların bir-birinə yapışdığını gördü. Buna səbəb nə olmuşdu? Müəllimə, bu şeydir də, yəni süzmədən olan makarondur. Yəni biraz artıq yəqin pişib də. Biz belə Yox, bəs nətər süzüb? Mən deyirəm ki, qaynayan suya nə etdi? Yağ əlavə etdi, duz əlavə etdi, makaronu əlavə etdi, yumşalana qədər bişirdi və süzdü. Yox, müəllimə, bu süzməklə olandı, yumşalana qədər olan süzməklə olandı. Və niyə yapışıb? Amma yox, yağı zad üçün əlavə eləmir, yağı süzəndən sonra qoyulur. Yox, yaxşı qarışdırdım. Yox, içində yağ əlavə eləyirəm. Ay, sağ ol, bəli. Deməli, necə olmalı idi? Qaynayan duzlu suya makaron əlavə etməli idi, yumşalana qədər bişirməli idi və yağ əridilmiş qaba əlavə etməli idi. Yəni ki, onun səhv orada olur ki, yağı əlavə eləməməlidir. Aha, yaxşı. Heç nə, səndən də qutardıq. Müəllimlər, testə keçək, sonra qalan vaxtımızı qalan müəllimlərimizi sual-cavab eləyək. Hə? Böyle müəllimə, testə keçək. Necə istəyirsiniz? Baxım görüm kim qalıb qızlardan. İki Mina nəfər xanım qalıb. Xanım müəllimə, Dilanə müəllimə, Nüşabə müəllimə, bir də Raysa müəllimə. Səhv etmirəmsə. Bir də Billurə qalıb. 4 müəllimə qalıb, 3. Yox, var imiş, xeyli var imiş, hələ günlər də var.
Müəllimə, sual cavabı qurtardan sonra keçəcək testə. Deyirəm birdən vaxt çatmaz. Paralelimizi gedək də. Deyirəm birdən vaxt çatmaz qızlar. Heç nə, 2 müəllimə də sual cavab eləyək, sonra keçək testimizə. Müəllimə bələdçilikdə də sizdə testi. Onsuz da biz onu çoxumuz yazırıq da. Yəni müəllimlər məsələn mən onu istəmişəm. 5-ci sinifdə. Qeyd eləməyin. Kitabınıza qeyd eləməyin. Yox. O bir yoxlayacağam kitabını. Bax kitabınıza qeyd eləmisinizsə sayılmayacaq. Onsuz da ekranı paylaşacağam. Kimin də kitabı yoxdursa telefondan işləsin. Çünki kitab qutarıb elə. Yəni başqa kitab yoxdur ki, göndərim mən. Nə yazıq ki. Testimiz inşallah saytımız yaxın günlərdə sizə veriləcək. Yaxın günlərdə deməyək də, hardasa dekabrın 20-sinə. Sayta da hamınızı yazmışam. Yaxşı, bir dəfə 23 manat ödəyəcəksiniz. Digər müəllimlər də 60 manat. İnşallah müəllim, xeyirlisi olsun. Amin, amin. O sayt gəlsə, başım proqram bitəndən sonra möhtəşəm olasınız da. Yəni imtahana 100-ün üstündə. Müəllimə, belə deyəndə elə bilirəm ki, hazırım, işləyirəm. Olasınız, təbii ki, hazır olasınız. Gözünün qabağında, yəni sən tanıdığın bütün qızlar, yəni mənlə hazırlaşan bütün qızlar 90 plus yığıbsa sən niyə yığmayasan? Fərqin var mı? Aygün inanırsınız, Aygünlə hər dəfə danışırım. Deyir ki, narahat olmayın, başımı açıb yığacaq içinə müəllimə. Düz deyir, narahat olmayın. Bir də mən Aygün 91, Gülər 98, Raysa 90, yəni bunlar təsadüf deyil də, düz deyilmi? Hələ mənə inanırsınız müəllimə, deyir ki, yox, necə cavab versən, deyirəm belə testlərdə. Yox, sən məndən yaxşısan, sən məndən yaxşısan. Aygün motivasiyadır başdan. Yox, həqiqətən yaxşısan. Bir problemim yoxdur səndən. Müəllimə, mənim Sadiqlinin kitabını verirsiniz. O bələdçi kitabı yoxsa başqa kitabdır? Yox, o məndən sonra bələdçi adını yəni deyibdi də. Məndə bilim var, onun üçün soruşuram mən. Yox. O da bələdçidir, bilmirəm. Yəni onunki bələdçi deyildi. Yəqin sonraki nəşri bələdçi kimi çıxardı. Hə, məndə bunu ona görə soruşdum müəllimə. Hə, yox qadas, bu mənim öz kitabımdır. Buradan narahat olma, paylaşacağam, işləyəcəksiniz. Yəni Nahid Sadiqlinin testi varsa işləyə bilərsiniz, problem yoxdur. Yaxşı, Gülnar, eşidirsən bizi? Gülnar. Bugün niyə səsin çıxmayıb? Niyə fark Bilmirəm, elə sakit ilə qulaq asdım elə. Mən görürəm, səsin heç çıxmayıb bugün. Əlimi qaldırırdım, dedim ki, nə vaxt özü danışıram da. Hə, yox, görmədim ki, bugün sakitcə deyildi nəsə. Sən mənə de görüm, Gülnar, deyir ki, xamadır, yağdır, badamdır, zeytundur, bunlar sənə nəyi xatırladır? Zülaların tərkibində olan bitki mənşəli zülalardır da. Zeytun. Ha, zeytun, bir dəqiqə, bir də deyim müəllimə. Zeytun, şabalıd, günə baxan. Yağlardır da bu. Ay, sağ ol, bəli, yağ mənbələridir, düzdür. Bəs yaxşı, sən mənə de görüm, deyir ki, orqanizmamızın əsas enerji mənbəyidir. Enerji mənbəyi yağlardır, enerji xəstələri zülallardır. Ay, sağ ol, bəli. Deyir ki, orqanizmamızın maddələr mübadiləsində fəal iştirak edir, hüceyrələrin tərkibinə daxildir. Maddələrin mübadiləsində karbohidratlar deyil. Maddələr mübadiləsində iştirak edir, hüceyrələrin tərkibinə daxildir. Zülallar. Zirvə toxuması. Orqanizmamızda maddələr mübadiləsində iştirak edir, fəal iştirak edir. Yağlar. Elə yağlardan getdi bizi. Bəs yaxşı. Mən sənə desəydim ki, bax, indi nəyə görə o sualı sənə verdim? Baxın qızlar, diqqətlə qulaq asın. Bir də deyirəm. Sualı necə verdim? Dedim ki, maddələr mübadiləsində iştirak etdi və sonra nə dedim? Hüceyrələrin tərkibinə Hüceyrələrin tərkibinə daxil olur. Tərkib var orada içində. Tərkibinə daxil olur. Maddələrin mübadiləsində iştirak edir. İndi sualı mən sizə belə versəm. O, maddələr mübadiləsində iştirak edir, yağların həzm olunmasını asanlaşdırır. Yer vitaminidir. Bəli, bu da yer vitaminidir. Baxın, hər ikisi maddələr mübadiləsində iştirak etdi. Həkim mənə yazıb atıram. Bəli, axı yenində tərkibində bitir. Sual elə mən deyim atıram. Bəli, əla. Allah kömək olsun. Deməli, yer vitamini də tərkibində.
yağlar var da biz dedik axı Y vitamini bitki mənşəli yağların tərkibindədir. Deməli Y vitamini də hardasa nə etdi? Maddələr mübadiləsində iştirak etdi. Yaxşımı? Və fərqi bunun yağlardan oldu ki, bu yağların həzm olunmasını asanlaşdırır. Bəs yaxşı, sən mənə de görüm, tərəvəzlər deyir bişərkən bu vitamin yaxşı qaldı. A vitaminidir. Ayzol, karbohidratların həzmini tənzimlədi, qan damar B vitamini. Ayzol, istemal zamanı itkiyə 15-30% getdi. PP vitamini. Sümüyümüzün sağlamlığı üçün faydalıdır. Sümüklərin B vitamini. Ayzol, əsasən dondurulmuş ərzaqlarda yaxşı qaldı. PP vitamini. Tərkibində bol miqdarda kalsiyum oldu. Süd. Sən mənə de görüm 4-8 dərəcədə süd məhsullarını 20 saat, xama süd, xama 72 saat, kəsmik 36 saat, kərə yağda 10 gün. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm. Deyir ki, hermetik qablaşdırılmış südün saxlanma müddəti. Bu şeydir də, pastörizə edilmiş süd. Ay, sağ ol. Bəli, saxlama müddəti nə qədər idi? 2 gündən 5 günə qədər 0 dərəcə temperaturda. Biz deyir bu südü 95-98 dərəcəyə qızdırılmaqla bişirilmir. Pastörizə süddə, pastörizə süddə əldə edilir. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm, nə deyəsən? Deyəsən ki, süd xörəklərinin bişirilməsi üçün hansı həcmdə qazanın götürülməsi? 1,2 litr həcmli metal qazanlar götürülür, amma şüşə və minalı qablarda da saxlanılır. Ay, sağ ol, belə əzim, düzdür. Bəs yaxşı, sən mənə de görüm, süd şorbaları hansı vəziyyətdə süfrəyə verilir? İsti vəziyyətdə. Şorbalar dərin qabda seqlesi dayasılır. Hansı dənli bitkidən hansı yarma növü alındı? Deməli, buğdadan manna oldu, arpadan arpa yarması, düyüdən xırdalanmış, cilalanmış, fardaqlanmış, yulafdan herkulis, bir də yulaf unu. Ay, sağ ol. Makaron məmulatlarının bişmə müddətində denən yekunlaşaq keçək testdə. Makaron məmulatlar 20-30 dəqiqə, vermişlər 12-15, ərişdə isə 15-20 dəqiqə. Ay, sağ ol, bəli. Yaxşı. Müəllimlər, testdən əgər vaxtımız qalmasa, gələn dəfə 3 dənə müəllim burada sual cavab edəcəm. Eləmək Gülanə, Nüşabə, Raysa. Səhv etmirəmsə Mina xanım müəllimədir. Düzdürmü? Hə, 4 dənə müəlliməmiz. Çalışacağam onları da sual cavab edək. Ekran paylaşım bir dənə. Görürsünüz, baxın görün. Yazılır müəllim. Yox, oxuyacaqsınız. Hə, aşağıdan yazasınız. Oxuyun. Heç kim danışmasın. Bir də deməyəcəm ki, danışmayın. Yazın, yaza bilməyənlər özü üçün səsi bağlı şəkildə desin. Ay, sağ ol. Bəli. Deməli, yüklənmiş hissəciklərin, yəni yüklənmiş hissəciklərin istiqamətdə hərəkəti necə adlandı? Elektrik cərəyanı adlandı, düzdür. Deyir ki, yanacaqdan və axar suyun gücündən əmələ gələn enerjinin istehsalatda geniş ehtiyac duyulan elektrikə çevirən yerlər necə adlandı? Sual 2. Ay, sağ ol. Düzdür müəllimlər. Bir dənə Ləman səhv yazdı. Ləman, niyə eni yazdın? Cərəyan mənbəyi sayılmır axı əzizim. Deməli, bu elektrik stansiyalarıdır ki, sırf bu bizim dərsliyimizdə də verilib, elektrik stansiyasının tərifidir. 68-ə baxırıq. Belə böyüdüm, rahat görün. Ay, sağ ol. Bəli, ölkəmizdə yerləşən elektrik stansiyasına aid olmayan səsləri bağlayan müəllimlər. Bu atomlardır, düzdür. Daha güclü elektrik stansiyaları nəyin vasitəsilə işləyir? 69-a baxaq qızlar.
Ay, sağ ol, bəli. Yanacağın, kömür və torfun köməyi ilə işləyirdi. 70-ə baxaq. Cərəyanın ötürülməsi zamanı itkini azaltmaq üçün nə etməliyik? Burada rəngarəng cavablar gəlir. Qoy görək, A-da yazan oldu, B-də yazan oldu, E-də yazan oldu. Əksəriyyətiniz E-də yazdınız. Cərəyanın ötürülməsi zamanı itkini azaltmaq üçün müəllimlər yüksək gərginlik yaradılır. Düzgün cavabımız A variantı. Yaxşı mı? Düzgün cavab 370-də A. 371-ə baxırıq. Elektrik enerjisinin qəbul edicilərinə aid deyil. Ay, sağ ol. Bəli, bunu hamınız düz deyirsiniz. Avtomobil aid deyil. İndi 72-yə baxaq. Elektrik enerjisi mənbədən istifadəçilərə nə vasitəsilə ötürülür? Naqillərlə, ötürücülərlə. B yazanlar var idi ikisinizdə. Niyə cərəyan mənbəyi vasitəsilə Səma? Elektrik enerjisi mənbədən bizə məyər cərəyan mənbəyi ilə mi ötürülür? Naqillərlə, ötürücülərlə ötürülür. 73-ə baxaq görək. Qarışdırmayın da, sırayla yazın ki, qarışdırmayın. Elektrik cərəyanın naqillərə mənbədən elektrik qəbul edicisi dövrə, bəli, qapalı olduqda daxil olur. Açıq olanda elektrik axmır və nə edir? Közləmə lampası işıqlanmırdı. Deməli, burada olacaq qapalı olanda. 74-ə baxırıq. Aha. Ay, sağ ol. Sarı elektrik dövrəsinin digər elementlərini seçin. Közləmə lampasıdır, naqildir, açardır, mənbədir. 1, 3, 4, 6 C variantı. 75-ə baxırıq. Ay, sağ ol. 75-i də düz deyirsiniz, qızlar. Sadə elektrik dövrəsinə aid olan elementlər yenə də cərəyan mənbəyimizdir, naqilimizdir, açarımızdır, közərmə lampamızdır. 76-ya baxırıq. Elektrik sxemlərinin növlərini seçin. Ay, sağ ol, bəli. Prinsipial və montajlı. Düzdür. 77-yə baxırıq. Ay, maşallah, mən deməmiş özünüz yazırsınız. Halaldır. Xumarniya A. Dövrə elementlərinin birləşmə prinsipi deyir. Bizə yığılma demir ki. Prinsip sözünü görən kimi nəyə götürürdük? Prinsipiyalı. Düzgün cavabımız B-dir. Mən 78-i oxuyuram, müəllimə. Elə eləməyin da. Biz hansını oxuyuruq, onu yazın. Hansını oxuyuruq, onu yazın. 78-i baxdım mən, ona görə. Aha, indi 78-i yazın. Ay, sağ ol, bəli. Elektrik dövrəsinin yığılma sxemi də montajlıdır. Elektrik dövrəsinin şərti işarələrlə təsviri bəs nəyə deyildi? Ay, maşallah sizə. Düzdür, maşallah sizə. Elektrik sxemidir. Cərəyan mənbəyinə aid olmayan tapacağıq 80-də. O görüm, hara getdi bu? Hə, aid olmayan tapacağıq, qızlar. Ay, sağ ol, bəli. Transformatora aid deyil. Generator, galvanik element batariyası akkumulyator aiddir. 81-ə baxaq. Ay, sağ ol, bəli. Elektrik enerjisinin mənbəyi cərəyan mənbəyi adlanır. 82-yə baxaq. Bu nədir? A, B gəldi. Biri A yazdı, biri B yazdı. Diqqətli oxuyun görək, qızlar. Elementlərin bir-birinə nisbətən dəqiq yerləşməsi, onların dövrədə birləşmə qaydasıdırsa, bu montajlıdır. Çünki dəqiq olmalıdır da, düzdür. 83-ə baxaq.
Ay, sağ ol. Düzdür. Elektrik açarından və qoruyuculardan. 20-yə baxırıq. İş zamanı düzgün oturuş qaydasına aid olmayanı seçirik. Aya baxdınızsa çevrim o biri tərəfə. Aha. Oxuyun rahat. Müəllimlər oxumayanlar da oxusun. Ay, sağ ol. Düzdür. İş zamanı ayaqların vəziyyətin vaxtaşırı dəyişirik. Bəs yaxşı, bu yanlışsa biz vaxtaşırı nəyi dəyişirik? Gövdənin Ay, gövdənin vəziyyətini. Bəli, Gövdələrin vəziyyətini. İndi 85-ə baxaq qızlar. Ay, sağ ol. Düzdür. Gözdən məmulata qədər məsafə 30 cm idi. İndi uyğunlaşdırırıq. Bizə verir kiçik çarx, oymaq, şəffaf kağız. Rahat uyğunlaşdırın. Ay, sağ ol, düzdür. Kiçik çarx deməli ölçü xəttlərini köçürtdü. Oymaq iynə sancaqlardan barmağımızı qorudu. Şəffaf kağızda ölçülərin köçürülməsi üçün istifadə edildi. İndi 87-yə baxaq qızlar. Ay, sağ ol. Bəli, ülgünü parçaya bərkidən, parça qatlarına, dikiş detallarını bərkidən sancaqlardır. İndi uyğunlaşdırın. Verib birinci kağız üçün qayçıdır. Gördünüz yəqin ki. Birinci kağız üçün qayçıdır. Buradan deyirəm sizə kağız üçün qayçı 1. İkinci parça üçün qayçı. Üçüncü düz uclu kiçik qayçı. Xırda işlər üçün deməli müəllimlər istifadə edirik düz uclu qayçıdan. Ülgünün detallarını kəsmək üçün istifadə edirik kağız üçün qayçıdan. Parçadan tikiş məmulatlarını bitirməsi üçün istifadə edirik parça üçün qayçıdan. 89-a baxın görək. Alətləri seçəcəyik. 89-da baxın, diqqətli olun. 89-da diqqətli olun görək. Alətlər. Deyini deyirsiniz. Baxaq. İynə, üskük, qayçı, iynə saplayan, santimetrli. Düzdür. Ay, sağ ol, düzdür. Ülgü sancaq mankin tərtibatda. Elə bax, 390-da da tərtibatları soruşur qızlar. Yazın görün. Ay, sağ ol, bəli. İmtahana düşmüş suallar var əksəriyyətin içində. İynənin ölçüsü nəyə uyğun olmalıdır müəllimlər? Anı oxuyun, keçək o bir bəndlərə. Deyir, parça nə qədər qalın olarsa, iynə o qədər nazik olur. Adı o yazılıb. Oxuyun görək. Rahat oxuyaq. Ay, sağ ol, düzdür. Parçanın ölçüsünə uyğun seçilir və parça nə qədər nazik olursa, iynə də o qədər nazik olur. İynə və sancaqlarla işləyən zaman barmaqlarımızı deşilmədən qoruyur. 92-yə baxaq. Bəli, bu oymaqdır. Hamınızda qəşəngcə düz yazırsınız. 93-ə baxaq görək qızlar. Ay, sağ ol, bəli. Maşın və əl tikişlərini sökmək üçün tikiş sökəndir. Ülgü xəttlərinin parçaya köçürülməsi üçün istifadə edilən nədir? 94-ə baxaq. Ay, sağ ol. Bəli, kiçik çarxda xətt deyir çünki. Amma ülgülərin köçürülməsi desəydi, şəffaf kağız olardı. 95-ə baxaq. Qoy görək. 95-də biri A yazır, biri E yazır. Qoy görək. Biri A yazır, biri E yazır. Bu niyə belə? Deməli, kökləmə zamanı müəllimlər biz uzun və qalın yox.
Uzun iynələrdən müəllimə. iynələrdən istifadə edirik. Bəli, uzun və qalın niyə götürürsünüz ki, qızlar? Bəziləriniz uzun qalın götürmüsünüz. Uzun və qalın yox, kökləmə müvəqqəti tikişdir. Biz bunun üçün də uzun iynələrdən istifadə edirik. 69-a baxırıq. Parçanın emalı zamanı təhlükəsizlik qaydaları. A-da yazılıb iynə və sancaqları xüsusi qutuda saxlayın. Elə buna deyəcəm ki, birinci aid olmayanı deyiriz. Ha, aiddir. O biri variantlara baxın, özünüz tapın. Aid olmayanı. Geçen de sual yazdık. Karşıda 397. İndi 396-da keçəcəyik indi 397-yə. Deməli, bəli, qayçıları özümüzdən sağ tərəfdə saxlayın, halqaları geri olmaqla. Xeyr, solda saxlayırıq. Çünki sağ bizim işlək tərəfimizdə. B, baxım görüm. Ay, sol, bəli, B, C-dir, düzdür. 97-yə baxaq qızlarım. Ay, sağ ol. Ülgülərin köçürülməsi üçün şəffaf kağızdır, düzdür. 98-ə baxaq. Tələsməyin, 98-ə baxın. Aha, baxın görək. Ay, sağ ol. Tikilən məmulatların tertiyojunu qurmaq, ülgülərin üzərində qısa kəsikləri ölçmək üçün istifadə edirik xəttkeşdən. 99-a baxaq. Müəllimə, o bayaqki sualda nə oldu? Ülgülərin köçürülməsi üçün orada mən yaza bilmədim, heç çatdıra bilmədim. Hansını? Sualı da heç oxuya bilmədim. Ülgülərin köçürülməsi üçün elə başlığı oxudum, sual qutardı. 97-ci soru. Ülgülərin köçürülməsi üçün şəffaf kağız. Hə. Harda qalmışdıq müəllimlər? 99-da şəffaf kağızda hansı materiallarla əvəz etdik dediniz? Ay, sağ ol. Bəli, şəffaf materialla əvəz etdik. İndi 400-ə baxırıq. 400-ə baxın müəllimlər. Ardıba bu il imtihana düşmüş sualdır. Və mənim test bankımda bu sual var idi. Yəni bu test bankını işləsəniz sizə çox kömək olacaq. Sual verməlidir, sonra səsləri bağlayaq müəllimlər. Aha, deməli nə oldu? Eyni yazdınız, düzdürmü? Baxaq. Birinci buğa veririk, sonra kəsikləri düzəldirik, sonra əyriliyi aradan qaldırırıq, sonra kənarları kəsirik, sonra qüsurları aşkar eləyirik. Ən sonda da nə edirik? Parçanı səririk, düzdür. 401-ə baxırıq. Burada bizdən uyğunlaşdırma istəyir. O biraz balacaladım ki, görə biləsiniz. Aha, balacalatdım. Rahat fikirləşin, tələsməyin. Tələsməyin qızlarım, rahat-rahat oxuyun. Bu axırıncı dərsimizdir. Yaxşı günlər, ev işini qrupa atacam. Adaptörün yoxdur, taxasan adaptöra. Niyə çıxırsan ki? Qəşəng testdir da. Uşaqlar apar bilməlmə özlərini onun üçün. Hə, tamam. Sağ ol. Sağ ol. Aha, biri A yazdı, biri E yazdı, qoy görək. Baxın müəllimlər, deyir ki, kəsikləri düzəldilmiş parçanı üst tərəfi içəri olmaqla kənarlarını üst-üstə qoyub 2 qat qatlayırıq, diaqonal üzrə dartırıq. A-ya gedəcək nə? Diaqonaldırsa əyriliyin aradan qaldırılması. A-ya gedəcək 2. Bitmədən əvvəl ləkələrin qeyri-bərabər rəylərin qalın sapların aşkar edilməsidir. Qüsurların aşkar edilməsi. B-yə gedəcək 4. A2, B4. Parça əyri tərəfdən kəsik boyu deyir. Bir sap çıxarıb onun izi ilə kəsirdiksə. Bu nə idi? Kəsiklərin düzəldilməsi idi. C-də 3. Parçanı bitmədən əvvəl aparılan nəm isteğmaldır. Bu da buğa vermə. Düzgün cavabımız E variantıdır burada. İndi 402-yə baxaq qızlarımı. Qızlarımız görək nə yazacaq mənim qızlarım. 402-yə. Ay, sağ ol. Bəli qızlar, düzdür. Düzdür. Mən keçdim kompüteri orada, məni görsəz narahat olmayın. Gördüm qədər stabilləm, sən narahat olmayacağım mən. Deməli, nə üçün bitmədən əvvəl parça buğa verildi, çumadan sonra kiçilməsin deyə, düzdür. 403-ə baxaq.
Ay, sağ ol, bəli. 403-də deməli, nə üçün ülgünü parçaya yerləşdirəndə parçanın uzunluğuna boyu sapın istiqaməti ilə ülgüdəki oxların istiqaməti üst-üstə düşdü. Qeydərkən məlumatın dartılmaması və formamasını itirməməsi üçün A variantı. 404-ə baxaq. Aha, yazır qızlar, halaldır. Sürətinizə çata bilmirəm. %405-i hoppanıb keçməyin, müəllimlər, qarışıq düşür. 404-ü B yazanlar düzdür. Biçmədir. Dərzi qaydası ilə tikişlərin emal payı konturlar üzrə kəsilməsi. 5-ə baxaq, 405-ə. Ay, sağ ol, bəli, bəzən coda olur, kənarların kəsilməsi də adır. 406-ya baxaq. Səsləri bağlayaq, zəhmət olmasa. Deyir, tikiş üçün emal payının miqdarı nədən asılıdır? Biri yanlışdır. Asılı olmayanı soruşur. Bəli. Təyinatdan asılıdır, növdən asılıdır, kəsiyin süzülməsindən asılıdır. Parçanın rənginin bura dəxlisi yoxdur. Düzdür. 7-yə baxaq, 407-yə. Ay, sağ ol, bəli, müəllimlər. Parçanın biçmədən əvvəl aparılan həm istemal buğa vermədir. 8-ə baxaq. Ay, sağ ol, bəli, müəllimlər, tamamilə doğrudur. Qəşəng, əgər deyir, parça əyri kəsilibsə, biçmədən əvvəl kəsiklərin düzəldilməsi prosesidir. Parçanın əyri tərəfindən kəsik boyu ilə kəsik görən kimi nə edirik? Sapların birini çıxardırıq və onun izi ilə parça zolağını kəsirik. Yəni, ekranımız paylaşımını dayandıraq. Buradan da çıxım.